Salatullah, salamullah, ala taha rasulillah. Salatullah, salamullah, ala yasin habibillah. Assalamu alaikum wa rahmatullahi wa barakatuh, hürmetli video tapşırı qaravçılar. Subhanallahi ve bihamdihi, subhanallahil gazim. Allahümme salli ve sallim ala nabiyina Muhammed. Bugün biz sizge may ayının video jurnalını taqdim etemiz. Rahim etip qaragız. Aldağı bir neçe minutda. Rayonumuzda Qur'an xatimlari. Naratbaş mahallesinde iftar meclisi. Müslimelerimiz Qozonda iftarda. Bikmuras avlu mahallesinde iftar meclisi. Medresemizde tantana. Adaf Tılınbay mektebinde sınğaq mıngırav. Qadim Hazret işlikli sefer bilen Qozonda. Ala taha rasulillah, salatullah. Rayonumuz meşitlerinde Ramazan ayı boyu Reşide Uzaginde okuşu İdris Efendi Süleymanov Kur'an hatim çıktı. Saat 9'da Gısman, 11'de Haciler, gündüzgi 2'de Ebu Hanife meşitlerinde her günü bir cüz Kur'an okıldı. Halk bu şarağa hatta avullardan kelip katnaştı. Okılgan Kur'an hatimi rayonumuzga tınışlık, bereket, iminlik alıp gelir degen ümitde qalabız. Bismillahirrahmanirrahim. ولا تجادلوا أهل الكتاب إلا بالتي هي أحسن إلا الذين ظلموا منهم وقولوا آمنا بالذي أنزل إلينا وأنزل إليكم وإلهنا وإلهكم واحد ونحن له مسلمون فما كان الله ليظلمهم ولكن كانوا أنفسهم يظلمون ثم كان عاقبة الذين أساءوا السوء أن كذبوا بآيات الله وكانوا بها يستهزئون ثم جعل نسله من سلالة من ماء مهين ثم سواه ونفخ فيه من روحه وجعل لكم السمع والأبصار والأفئدة قليلا ما تشكرون عليكم منه ذكرا إنا مكنا له في الأرض وآتيناه من كل شيء سببا فأتبع سببا حتى إذا بلغ مغرب الشمس وجدها تغرب في عين حمئة ووجد عندها قوما قلنا يا ذا القرنين إما أن تعذب وإما أن تتخذ فيهم حسنا على طه رسول الله صلاة الله. 3 may günü Tuban Naratbaş avlu meşitinde iftar aşı ötkerildi. Abıstay Salahova Gülgine Nasreddin kızı Tuban Naratbaş meşitinde iftar aşı ötkerdi. Anda meşitte İslam sabağın okuşu şakirtler katnaştı. Şuşu matur meclisini başlap uyuşturuşu Gülgine Abıstayga, onun barlık şakirtlerine meşit kartları isiminden ılık rahmetlerimizni bildiremiz. Ala taha rasulillah, salatullah. 5 may günü baş qalabız Qazan şəhərinin Tuğan Avlum kompleksində xatın qızlar üçün iftar meclisi uyuşturuldu. Rayonumuzun bir neçə müsliməsi şul şarada qatnaşdı. Bir türküm müsəlman xatın qızları 5 may günü Qozonga iftar meclisine bardılar. Meclis Tuğan Avlum restoranında ötkerildi. Alarını Tataristan Müslimeler Uyuşması reisi Naile Hanım Jihanşını bik жылы qarşı alğan.
Шунда ук Ак Калфак оешмасы җитәкчесе Кадрия ханым катнашкан. Мәҗлестә вәгазь сөйләнгән, Коръән укылган, мөнәҗәтләр әйтелгән. Һәм соңыннан мул табын артында ифтар ашы үткәрелгән. على طه رسول الله صلاة الله 8 май көнне Бикмурас авылы мәчетендә мәхәллә ифтар мәҗлесе булып үтте. Авыл имамы Илдус хәзрәт Асадуллин ахшам намазына хәтле мәҗлесне башлап җибәрде. Хәзрәт Рамазан аеның өстенлеге турында сөйләп үтте. Рамазан ае белән тәбрик итте. Ураза тотучылар мәчет янындагы ашханәдә әзерләнгән мул табын артында ифтар кылдылар. Соңыннан тәравих намазын укып, дугалар кылдылар. على طه رسول الله صلاة الله 20 май Буа мәдрәсәсендә 2021 елның чыгарылыш шәкертләренә диплом тапшыру тантанасы уздырылды. Быел мәдрәсәне көндезге, кичке, читтән торып уку бүлегендәге 29 шәкерт тамамлады. Барысы да чыгарылыш имтиханнарын уңышлы тапшырып, диплом алу дәрәҗәсенә ирештеләр. Диплом тапшыру тантанасында мәдрәсә җитәкчеләре, мөгаллимнәр катнашты. Барысы да чыгарылыш шәкертләргә тәбрикләү сүзләрен, теләкләрен җиткерделәр. Чыгарылыш шәкертләре мәдрәсә җитәкчеләренә, мөгаллимнәргә зур рәхмәтләрен белдерделәр. Динебезне алга җибәрүдә, шәкертләргә төпле белем бирүдә зур уңышларга ирешергә теләделәр. Аллаһ Тәала хәмдү сәнәләре булсын, пәйгамбәребезгә салаватларыбыз булсын. Аллаһ Тәала инде шул бүгенге мәҗлесләребезне, менә бу бүгенге җыелышларыбызны Аллаһ Тәала хайырлы кылып, менә шунда сөйләнгән сүзләребезне, укылган Коръән аятларыбызны инде хата кемчелекләрен кичереп Аллаһ сезнең өчен дә, безнең өчен дә, чөнки инде бүгенге көндә сез шушы мәдрәсәне тәмамлаган дипломын, кагазын аласыз, иншаллах. Һәм менә шушы диплом алып кына ул, әлбәттә, ул кагаз гына, сезгә генә кирәк дисәк тә була, инде формаль вакытына кирәк кенә, әмма инде шушы 4 ел тырышкан, 4 ел алган гыйлемнәрне ул инде сез үзегездә түгел, инде башкаларга таратып. Чыгарылыш шәкертләре исәктә була инде, әле мәдрәсәдә сез мөнасибәт иткәч кенә инде вольный казак мәсьәләләргә Аллаһка сарыласыз иншаллах. Сезләргә инде үк нәсихәт бирәбез дине. Дәрестән дә менә Илмир хәзрәт белмәсәгез сразу диде. Сарылга обязательно кирәк. Менә кичә генә без звонит инде мәдрәсә бетергән. Ну, Закир имамлыкка менде. Нады бәбичәйне чакырдылар, хәзрәт нәрсә сөйләргән диде. Ягъни тимисенә кара. Тимисе нәрсә бәбичәйе. Значит, яңа туган бала белән бәйле. Баланың эш хакы бар, матур исем, тәрбия, бишеп иткәч инде урнаштыру, ата белән ананың вазифасы бу. Тан нәрсә кырбаннар бишәтерде була. Вәҗиб, акыйкалар арасында акыйка дигән бар. Менә бу кырбаны турында сөйләп аласың. Ягъни тимисенә кара, ләгәтә бәйләнне бишектән алып ләгәткә кадәр алыгыз ди. Сезнең инде бу ни белән тукталып калырга ярамый. Һәр менә шундый тиз авашлы заманада адам баласы замана рейсларынан чыгып калырга тиешле түгел. Повышение квалификации дигән әйберләр бар бит. Башка өлкәләрдә агрономнар, врачлар булсын, әйтик, инженерлар. Безнең дә инде һәр вакыт гыйлемне истәп торсаң гына аның әһәмияте, файдасы була. Һәм гыйлемнең файдасы була, әгәр даны бирсәң гыйлемне. Менә сезгә дә алган гыйлемне һәр биргә кирәк, чөнки сул хадисны беләсез. Кем гыйлемне алып бирмәсә, үзенә тияп җиргән ат кебек булыр дим, ишәк кебекме? Ишәк дип мин проблема әйтәсең. Менә шундай дәрәҗәгә җитмәстән, сезгә дә инде алган гыйлемне таратырга. Сез инде bir mərhələni, bir basqıçını uzdırız, məni gıylem aldırız, yerdəgiz, keç qoyduruz, Allah Teala sizdən razı olsun. Gıylem kişi hər vaxtda da gıylemli bulurğa tiyiş, gıylemdən toqtarğa tiyişdir, gıylemdən alırğa tiyiş. Hətta biz əlikkəgə əlimlərinin tarixlərini oqısaq da alır, gıylem alıb ülgənlər. Ülgən vaxtında da mündər aslında kitapları bulğan alırım. Sizge isenlik sağlık, isen sağ olunuz, gıylemlərinizin tutatmağız, kontrolitler işləyiz, birgə olunuz. İslam negizləri, uqatuşçılarla. Siz indi xədəminə bu diplomunu qolğa alğaç, şın məqnəsində diplomlu imam xatiblar həm İslam negizləri,
укытучысы булдыгыз. Elhamdülillah, teşekkür. Siz kirgende, mana necha yil shu boramiz endi. Siz kirgende necha ekanligingizni bilasizmi? Birinchi kursda. 16 oydingiz. Вечерниклар 27 ediler. 28 ediler. Evet, şu varabız 24 bugünkü günge 24 kişi. Mana bu sizning için indi. Sizning için big zor nimettir. Big zor şartlıktır deb o'ylayman. Mana nendedir sebepler arkasında yo'qotuvlarimiz da bo'ldi. Ansada kızg'anish. Nendedir sebepler arkasında kimlerdir okuya almadı, kimlerdir okuya almadı. Mana bu şu kunga jeta olmadı. Mana siz şu kunga jetib, mana şu diplomlarni olasiz endi. Sizning ishinde, bizning ishinde big zo'r shartlik. Shuni ko'raman sizni bugungi shunday kuningiz bilan tabrik etaman. Sizga esanlik, sog'lik, shu olgan bilimlaringiz bilan Alloh taolaga yo'lida bilan Bizim de Rabbim ruhlarını şad kılıp Rabbimle dualarımız selamlar bulup varıp erişip Rabbim ruhları şad bulup canları tınız bulup kıyabır vaziflerden imin bulup yatsılar ya Rabbena atina fid dunya hasenatan wa fil akhirati hasenatan wa qina azabannar bi Rabbim على طه رسول الله صلاة الله سلام 25 may Tılınbay Avlı Məşid məhəlləsi məktəb bitirgən oquşularga xayır fatihasını yolladı. Məktəblərdə soңғы qыңğırау şınladı. Bizning müğəlliməmiz də bu beyramda qatnaşdı. Adaf Tılınbay məktəbində Gülsine xanım məhəllə isimindən özlərinin beyram күчтәнешләрен шығарылыш sınıflarga tapşırdı. İmtihanlarda уңышлар tiledi. على طه رسول الله صلاة الله سلام 25 may günü Dum erti vəkilləri Aqsakallar Şurası jıyılışı uzdırdı. Anda bu adan Qadim Hazret Mübarəkşin qatnaşdı. Tataristan Respublikası Diniye Nəzarəti Aqsakallar Şurasının yıllık jıyılışında Buğa rayonu mühtəsibəti Aqsakalları жетекçisi Kilduras Avlı İmam Xatibi Qadim Hazret Mübarəkşin qatnaşdı. Aqsakallar Şurasının oturışı Qazanını alğanda xələk bulğan batırlar istəligine bağışlandı. Tatar Aqsakalları jıyılışının gün tərtibində tüp məsələsi bulub, xatir günün yıl sayın Müslüman kalendari Hicri boyunca uzduru datasın rasla oturdu. Qadim Hazret Çulayuk Buğa mühtəsibətinin 2020 yılda ötkərilgən dini şaraları boyunca шығış yasadı. 2021 yılının iş planları bilan tanıştırdı. على طه رسول الله صلاة الله سلام Efirimiz şunun bilen ahırına yakınlaştı. Studiyada sizning bilen men Liliya Valiullina buldum. İxtibarınız için zor rahmet. Kelesi jeylerimiz imin, tınış, bereketli bulsun. Assalamu alaikum ve rahmetullahi ve berekatuh hürmetli din kardeşler. صلاة الله سلام الله على طه رسول الله صلاة الله سلام الله على ياسين حبيب الله